Hər vaxtınız xeyir. Bugün artıq seriyamızın 8-ci dərsi ilə davam edirik. Bugün biz faiz mövzusundan danışacağıq. Gəlin faiz mövzusuna başlayaq. Ümumiyyətlə faiz nədir? Riyaziyyatda biz faizi ədədin və ya rəqəmin müəyyən bir hissəsi olaraq qəbul edirik. Yəni bu işarə ilə göstərilir və ədədin müəyyən bir hissəsi olaraq biz onu başa düşürük. Yaxşı, bəs ədədin bir hissəsi nə deməkdir? Biz bunu əslində real həyatda da demək olar ki, hər gün qarşılaşırıq. Ali marketlərdə, shopping senterlərdə, hər hansı bir alış-veriş mərkəzlərində görürük ki, misal üçün 20% endirim, 30% endirim və ya qiymətlər 5% artdı, maaşlarımız hər il tutaq ki 7% artdı, 10% artdı kimi bu terminləri eşidirik. Bəs bu artım, qiymətin və ya ədədin və ya rəqəmin müəyyən bir faiz hissəsi nə demək? Gəlin bunlara başlayaq. İlk əvvəl hansı bir rəqəm yazıram? Deyək ki, bizim bir rəqəmimiz olsun 624. Və biz bu rəqəmin müəyyən bir faiz hissəsini tapmaq istəyirik. Nəzərdə tutalım ki, misal üçün bura misal olaraq yazıram, 17%-ni tapmaq istəyirik. Biz əgər hər hansı bir rəqəmin və ya ədədin 17%-ni tapmaq istəyiriksə, biz zaten həmin rəqəmi və ya ədədi 17%-ə vurarsaq, faiz şərti yaddan çıxmamaq şərti ilə Excel bizim üçün həmin ədədin 17%-ni hesablamış olur. Və görürəm ki, deməli 624-ün 17%-i 106. Deyək ki, 17% deyil də 20%-ni tapmaq istəyirəm. 624 vurulsun 20%. Enter vursam görürəm ki, 124,8. Deyək ki, misal üçün 45%-ni tapmaq istəyirəm. O zaman indi bərabər yazırıq. 624 vurulsun 48%. Və tapıram ki, 299-dan %52. Yaxşı, bəs bir ədədi müəyyən bir faiz qədər artırmaq istəyirəm. Bu nə deməkdir? Yəni deyək ki, bizim bir ədədimiz var. 624 həmin ədədimiz və biz onu 17% artırmaq istəyirik. 17% artırmaq nədir? Yəni istənilən bir ədəd olsun 624-ümüz. Yəni 624 üstəgəl 624-ün 17%. Bunu riyazi olaraq necə yazırıq və ya Excel-də necə yazırıq? Üstəgəl yazırıq, çünki artırırıq və yenidən həmin rəqəmimizin 17%. Faiz şərti yaddan çıxmamaq şərti ilə yazırıq. Baxın, bu bizim 624-ümüz, bu da bizim 624-ün 17%. Enter vurarsam tapıram ki, 624-ü 17% artırdıqda 730 tapıram. Yaxşı, bəs 20% artırmaq istəyirəm. O zaman nə edirik? 624 üstəgəlinizini artırmaq dedik. Mötərizə açıram və həmin rəqəmimizin bir daha 20%-ni taparaq toplayıram. Yəni bizim ədədimiz və ədədimizin 20%. Bu ikisini toplasam, mənim ədədim 20% artmış olacaq. Görürəm ki, 748,8. Yaxşı, bəs azaltmaq necə olar? Azaltmaq da zaten eyni məntiqlə gedir. Biz bir rəqəmi müəyyən faiz qədər azaltmaq istəyirsə, misal üçün 624, bu səfər toplamanın əvəzinə minus yazırıq. Yəni 624 azalsın, 20% azaldacaqsa, bu vurulsun 20%. Və mötərizəni bağlayıram. Yəni 624 çıxılsın, 624-ün 20%. O zaman cavabı alırıq ki, 500 edir. Yəni 499,2. Yaxşı, bu üsulu bildik. Bu üsul amma bəzi insanlarda baş qarşılığına səbəb ola bilir. Ən yaxşı üsullardan biri hansıdır? Eyni ilə mənim də ən çox istifadə etdiyim üsul. Baxın, bizim belə deyək ki, riyaziyyatda maksimum faizimiz adlanır 100%. Yəni 100%-dən böyük faiz yoxdur. Biz əgər 300% deyiriksə, yəni də bunu daha yaxşı yazın. 300% deyiriksə, bu 3 ədəd 100% deməkdir. Biz 1000% deyiriksə, bu 10 dənə 100% deməkdir. Yəni mən 10 dəfə əminəm bu mövzunun mənasına gəlir. Eyni formada biz 150% deyiriksə, bu 100% üstəgəl 50% mənasına səslənir. İndi bunun da bizim mövzumuzla nə əlaqəsi var? Baxın, belə bir misal yazırıq biz. İndi deyirik ki, 624-ü 20% artırmaq istəyirik, düzdür. Bizim zaten 100%-imiz neçədir? 624. O zaman mən 624-ümü vurarsam, 100% üstəgəl 20% neçə faiz edir? 120%-ə. O zaman zaten bu 120% artmış olacaq. Baxın, hətta gəlin bunun ilk yolundan da bir yazın. 624 üstəgəlinizin mərkəzi açıram. 624 vurmaq 20%. Eyni nəticəyə gələcək. Baxırıq ki, ikisi də eyni nəticədir. Biz rəqəmimizi, ədədimizi 30% artırmaq istəyirik. 624 vurulsun 130%. Enter vursam tapıram ki, 811. Deyək ki, 40% artırmaq istəyirik. 624 vurulsun 140%. Enter vursam tapıram ki, 873,6. Yaxşı, bəs azaltmaq necə olacaq? Azaltmaq da eyni formada minus olacaq. Bu səfər nə edirik? Biz 20% artırmaq istəyib nə edirik? 100-ün üzərində 20% əldə edirik. Bu səfər də 624 vurulsun 100 çıxmaq 20%, yəni vuracaq 80%. Bərabərdir yazıram. 624 vurulsun 80%. Deməli, bu ədədimizi 20% azaltmış oldu. Və tapırıq ki, 499-dan %20. Yaxşı, bunu ilk yolumuzla yazalım. Çıxılsın minus. Bu vurmaq 20%. Enter vurarsam, baxıram ki, eyni nəticəni aldıq. Deyək ki, 25% azaltmaq istəyirəm. 624
vurulsun 75. 100 çıxmaq 25. Baxın 468 aldı. İndi gəlin bunları biz kiçik cədvəllərimizdə yoxlayaq. Baxırıq ki, bizim belə bir kiçik maaş cədvəlimiz var. Gəlin cədvəlimizi biraz artıralım. Dedik ki, bu xanaları seçdikdən sonra gəlib buradan cədvəl halına sala bilərik all border. Eyni formada gəlib baxın bunu copy painter ilə kopyalayıram və bu hissəyə yapışdırdıqda eyni format verir. Deyək ki, biz artıq maaşlarımızda yeni dəyişikliklər edəcəyik. Burada yeni maaş yazırıq. Deyirik ki, indi biz maaşımızı artırmaq istəyirik 7%. O zaman nə etməliyik? Bərabərdir. Maaşımız vurulsun 7% artırırıqsa 107%. Enter. Tapırıq ki, bura əvvəl faizdə qalıbmış. Bunu hətta bir daha sizin üçün yazın. Bu maaşımız vurulsun 107% və tapırıq ki, bizim maaşımız 7% artdı. Digərlərinə şamil edəcəksiniz olacaq. Bura 2 dəfə toxunmamız kifayət edəcək. Baxın, bütün maaşlarımız 7% artmış oldu artıq. Hər biri üçün gəlib ayrı-ayrılıqda yazmamıza ehtiyac yoxdur. Bəs necə oldu artdı? Dedik ki, bizim xanamızda düstur varsa, formulumuz varsa, formulu harda görsənin, formula bar hissəsində və ya üzərinə xananın 2 dəfə toxunduqda formulumuz aktiv olur. İndi baxın, burada formula bar hissəsində. Mən aşağı verəcəm. Baxın, dəyişənimiz və sabitlərimizə baxın. F seriyası necə dəyişir? F4, F5, F6, F7, F8, F9, F10, F11. Amma 107 sabit qalır. Yəni bu xanaların hamısını ayrı-ayrılıqda 7% artırmış olur. Gəlin indi deyək ki, biz maaşlarımızı 15% azaltmaq istəyirik. Bərabər yazırıq 614. 15% azaltmaq nədir? Yəni 85%-ə vurarsam artıq 15% azalmış olacaq. Və bunu hamısına aid etmək istəyirəmsə, burada 2 dəfə toxunmağım kifayət edəcək. Birinci üsulla yoxlayalım tutaq ki. 614 15% azaldırıqsa minus mötərizə nəslindən və rəqəmimiz vurulsun 15%. Mötərizəni bağlayarsam kifayət edəcək. Baxın, eyni cavabı alırıq. Sadəcə indi burada yuvarlaqlaşdırmayıb. Eyni cavabları alırıq. Baxın, eyni cavabları aldı. Ola bilər ki, indi bəzi istifadəçilərimiz cədvəli bu formada ola bilər. Onlar da gəlib artıq bura 2 dəfə toxunduqda işləməyəcək. Çünki bunun nə sol sərhədi doludur məlumatlarla, nə də ki sağ sərhədi. Burada sadəcə bu gəlməlidir, buradan tutub aşağı çəkməlidir. Əgər ki, belə bir əziyyət çəkmək istəmirsə, həmin hissəni cədvəlimizlə birləşdirsin. Bura 2 dəfə toxunuram və artıq mənim maaşım 15% azalmış oldu. Biraz daha dəqiqləşdirəyim. Buranın gəlib formatını dəyişirəm və pul formatını çevirdikdən sonra sıfırlarını azaltdım. İndi deyirik ki, maaşların hamısını 8-9% artıraq. Deyin ki, 9% artırır. 614-ümüz vurulsun 109%. Enter. 669 manat. Deməli, 614 manatın 9% artdıqdan sonra 669 manat oldu və bu hamısına şamil olundu. Burada artıq yüzlərlə, minlərlə sətr olmasından aidiyyəti yoxdur. Hamısına aid olmasıdır. Baxırıq ki, belə bir rəqəmlərimiz var. Hətta deyək ki, biz bu rəqəmlər arasındakı fərqi bilmirik. Yəni 614 neçə faiz artıb ki, 669 olub. Və ya deyək ki, bu 615 deyil, bu 500-dür. 564 neçə faiz azalıb ki, 500 olub. Və ya 1330-dur. 1330 neçə faiz azalıb ki, 1300 olub. Və ya 646 neçə faiz artıb ki, 704 olub. Və ya 688 neçə faiz azalıb ki, 650 olub. İndi biz bugün danışacağıq 2 ədəd və ya 2 rəqəm arasındakı faiz fərqini tapmaqdan. Bunun riyazi açıqlamasını indi vermirəm. Amma bunu bu formada əzbərləyə bilərsiniz. Mötərizəmizi açırıq. Baxın, böyük kiçik fərq etmədən. İkincidən birincini çıxırıq. Baxın, bu çıxılsın birinci. Mötərizəni bağlayıram və bölürəm ilk maaşımıza. Enter burada tapıram ki, 9%. Aşağı çəksəm, baxın, hər birini tapır. Deməli, bu mənfi 11% azalıb, mənfi isə azalmaq deməkdir. Bunlar 9% artıb, baxın, 2% azalıb. Yəni 1330, 2% azalıb, olub 1300. 688, 6% azalıb, olub 650. Gəlin bunu yoxlayalım bir. 688 vurulsun, 6% azalmaq nədir? 94%. Tapırıq ki, 647 indi burada yuvarlaqlaşdırıb götürüb və ya bizim buradakı rəqəmimiz 6% deyil. Baxın, bəli, 5,52% imiş. Hətta biraz daha böyük rəqəmimiz. Gəlin bunu təqrib olaraq götürək. Belə yazıram, 688 vurulsun, 100%-dən bu rəqəm çıxıb neçə edir? Təqribən edir 94,5%-imiz. Enter vursam, baxın, 650-ni almış oldum. Deməli, biz 2 ədəd və ya 2 rəqəm arasındakı faiz fərqini tapmaq üçün mötərizəni açırıq. İkincidən birincini çıxırıq və birinciyə bölməmiz kifayət edəcək. Aralarındakı faiz fərqini tapmış olalım. 9% tapmış oldum aşağı çəkdikdə. Görürəm ki, belə bir ədədlərimiz alındı. Yaxşı, bəs deyək ki, bu hissəmiz yoxdur.
və biz indi fərqli bir format axtarırıq. Nə axtarırıq? Biz axtarırıq ki, misal üçün 5-ci işçimizin aldığı 1330 manat maaş ümumi maaş dövriyyəsinin neçə faizini təşkil edir? Yəni bu şəxsin aldığı 1330 manat bu maaş cəminin neçə faizini təşkil edir? Maaş cəmimizi biz tapa bilərik. Keçmişi xatırlayalım. Sum düsturumuz tab vurub təsdiqləyə bilərəm və ya üzərinə gəlib 2 dəfə toxunsam düsturum təsdiqlənəcək. Hamısının cəmini seçirəm. Enter vursam həmin cəmi tapıram. Deməli bizim ümumi maaşlarımızın cəmi 7716-dır. Biz indi tapmaq istəyirik ki, 5-ci işçimizin aldığı maaş ümumi maaşın neçə faizini təşkil edir? Yəni əgər biz bu maaşımızı ümumi büdcəmizə bölərsək, taparıq ki, 0. Niyə 0 tapdıq? Çünki bu manat kimi göstərir. Bunu faizi çevirsək, görərik ki, deməli büdcəmizin 17% 5-ci işçiyə məxsusdur. Misal üçün birincini yoxlayalım. 614 bölünsün bu. 0 aldıq çünki faizi çevirməmiş. Çevirdim və görürəm ki, təqribən 8% birinci işçiyə məxsusdur. Aşağı çəkdikdə xətalar alacaq, bu mövzuya hələ ki gəlmirik. Bu mövzuya da toxunacaq. Yaxşı, bəs bunun daha rahat yolu varmı? Əlbəttə var. Baxın, belə bir şey də yoxlaya bilərsiniz alternativ kimi. 614 bölünsün. Baxın, artıq sum düsturunu burada yazıram. Baxın, F4-ümüz, yəni 614-ümüz bölünsün sum düsturu. Yəni bu ümumi cəmdir. Bu da maaşlarımızın biridir. Enter vurdu, görürəm ki, artıq bölündü. Və əlbəttə ki, aşağı çəkmək bizə xətalarından başa gələcək. İndi gələcəkdə biz sabitləmələrdən danışacağıq. Əlbəttə ki, indi o mövzuya girmirəm. Artıq gələcəkdə belə bir funksiyalardan istifadə edəcəyik. Bu formada daha doğrusu olunacaq, amma hələ ki biz standart formada gedirik. Əlbəttə ki, daha da gələcəkdə biz misal üçün bu formaları yerinə yetirəcəyik. Bunları indi misal olaraq göstərirəm sizə. Baxın, artıq avtomatik hamısı hesablanmış olacaq. Amma indi Excel məntiqini və riyazi məntiqini başa düşmək üçün bu üsullardan istifadə edirik. Misal üçün bunu tapaqım. Bərabər deyəcəm 646 bölünsün. Sum düsturu tab vururam və hamısının cəmini seçirəm. Mötərizəni bağladım. Və tapıram ki, 8-dən %37%. Bugünkü 8-ci seriyamızı bu formada sonlandırırıq və gələn dərslərimizdə görüşmək ümidi ilə.